Bildirmək istəyirəm ki, biraz önce öz özündə gəzdiyi, gördüyü reabilitasiya mərkəzimiz 3500 kvadrat metrdən böyük ərazini əhatə edir. Reabilitasiya mərkəzində unikal, dünyada ən yeni istehsal olunan reabilitasiya və fizioterapiya avadanlıqları ilə təşkil olunub. Cihaz sayımız 200-dən çoxdur. Və burada unikallığı ondan ibarətdir ki, cihazlarımızın böyük hissəsi, avadanlıqların böyük hissəsi robotik xidmətləri təqdim edən cihazlardır. Mən onu bildirmək istəyirəm ki, ölkəmizdə hal-hazırda səhiyyə sahəsində kifayət qədər ciddi işlər, ciddi islahatlar həyata keçirilir və bu islahatların və bugünkü robotik reabilitasiya mərkəzinin simülyaya transplantasiyası şöbəsinin açılması ölkə rəhbərimizin cənab prezident İlham Əliyevin və çox hörmətli birinci vitse-prezident Mehriban xanım Əliyevanın səhiyyə sahəsində, tibb sahəsində göstərdiyi xüsusi diqqətin və qayğının nəticəsidir. Və onların sayəsində də ölkəmizdə səhiyyə gündən inkişaf edir və onu bildirmək istəyirəm ki, bugündən fəaliyyətə başlayacaq olan reabilitasiya mərkəzi həm ərazisinə görə, həm də təşkil olunduğu avadanlığa görə yaxın ölkələrlə, nəinki yaxın ölkələrdə, həm də Avropa və Asiya ölkələri arasında ilk sıralardan birində olacaq. Reabilitasiya mərkəzində hal-hazırda 50-yə yaxın əməkdaşımız çalışacaq. Bunlardan böyük hissəsi həkimlərdə, hansı ki, təhsillərini digər xarici ölkələrdə bitirib ölkəmizə dönürlər və Azərbaycan vətəndaşına xidmət etmək üçün artıq bizim yeni klinikada fəaliyyət göstərəcəklər. Sümülyaya transplantasiya şöbəsi ilə bağlı onu bildirmək istəyirəm ki, bu şöbə Qafqazda ən böyük şöbələrdən biri olacaq. Çünki 22 palatadan ibarətdir və 22 palata yalnız sümülyaya transplantasiya üçün nəzərdə tutulan palatalardır. Və burada da bu xidmətlər həyata keçirilməsi üçün, ən səviyyədə həyata keçirilməsi üçün tam hər cür avadanlıqlarla təsis olunub. İndi klinika tərəfindən hüquqi prosedurlar həyata keçiriləcək və qısa müddətdə də şöbə tam olaraq xəstə qəbuluna başlamağı nəzərdə tutulub. Hörmətli media nümayəndələri, dəyərli qonaqlar, mən də öz növbəmdə hər kəsi salamlayıram, xoş gəlmişsiniz yeni klinikaya. İcazə versəniz, mən sizə yeni robotik reabilitasiya mərkəzinin missiyası və ölkəmiz üçün daşıdığı strateji əhəmiyyət haqqında qısa məlumat verim. Yaradılmış mərkəzin missiyası reabilitasiya sahəsində ən müasir robotik, süni intellekt əsaslı texnologiyaları ölkəmizdə əlçatan etməkdir. Xəstələrin funksional bərpasını maksimum həddə çatdırmaq, müalicə prosesini sürətləndirmək, mümkün qədər tezləşdirmək, multidisiplinar komanda şəkli əsaslanan yüksək keyfiyyətli tibbi xidmət modelini yaratmaq, eyni şəkildə regionda təlim, tədqiqat, klinik innovasiyalar üzrə referans mərkəzə çevirməkdir. Mərkəzimizin strateji hədəfləri Azərbaycanı regionun robotik reabilitasiya mərkəzi kimi möhkəmləndirmək, beynəlxalq tərəfdaşlarla birlikdə yeni klinik protokollar və təlim proqramlarını hazırlamaq, qlobal partnerlarla birgə innovativ texnologiyaların tətbiqini genişləndirmək, fizioterapiya və tibbi reabilitasiya üzrə kadr hazırlığına töhfə vermək, eləcə də post-insult, kəllə-beyin travmaları, ortopedik, pediatrik reabilitasiyada yeni yanaşmaları həyata keçirmək, mərkəzdə aparılan klinik fəaliyyətləri, elmi tədqiqat və akademik işlərin dəstəklənməsinə şərait yaratmaq. Bəs mərkəzimizin üstünlükləri nədir? Mərkəzimiz dünya səviyyəli robotik lokomasiya və yuxarı ətraf reabilitasiya sistemləri, eyni şəkildə 3D və hərəkət analizləri, balans, koordinasiya və bir çox ölçmə, bunların içərisində daha çox süni intellekt ölçmə cihazları olmasıdır. Eləcə də dediyim kimi süni intellekt əsaslı qiymətləndirmə, fərqləşdirilmiş reabilitasiya algoritmlərini avtomatik olaraq vaxt itirmədən pasientlər üzrə tətbiq etmək, multidisiplinar komanda, fizioterapevtlər, reabilitologlar, neyrologlar, ergoterapistlər, logopedlər, psixologlarla bərabər multidisiplinar şəkildə pasientlərin müalicəsini həyata keçirmək, beynəlxalq təlim, sertifikasiya və elmi əməkdaşlara imkan yaratmaqdır.
Azərbaycanın reabilitasiya sahəsində texnoloji inqilab yaradan mərkəzin həm ambulator, həm də stasionar müalicə imkanı mövcuddur. Bu mərkəz yalnız yeni bir klinik bölmə deyil, Azərbaycanın reabilitasiya sahəsində tamamilə yeni bir ideologiyanın başlanğıcıdır. Burada tətbiq olunan robotik texnologiyalar bərpa prosesini daha obyektiv, daha sürətli, daha dəqiq edir və nəzərinizə çatdırım ki, hörmətli Vüqar müəllimin bildirdiyi kimi, bizim təxminən bir il ərzində bura dünyanın ən aparıcı ölkələrindən mütəxəssislər gəlir və onlar da təsdiq edir ki, doğrudan da bizim mərkəzimiz çox unikaldır. Bizim əsas məqsədimiz yalnız xəstələrin müalicəsi deyil, onların həyat keyfiyyətinin tam şəkildə bərpa olunmasıdır. Yeni mərkəz qısa zamanda regionun ən güclü təlim və innovasiya platformalarından birinə çevriləcəyinə əminik. Burada həm mütəxəssislərin inkişafı, həm də ən son elmi və texnoloji yeniliklərin tətbiqi üçün geniş imkanlar yaradılmışdır. Məqsədimiz reabilitasiyanın, texnologiyanın və elmi insani yanaşmaların kəsişməsində yenidən qurmaq, xəstələrimizə daha müasir, daha effektiv, daha təsirli müalicə imkanları yaratmaq. Söz verilir yeni klinikanın direktoru Barat Yusubova. Salam, çox dəyərli mətbuat üzvləri, hörmətli Vüqar müəllim, mən də hər birinizi salamlayıram. Aslında yeni klinika olarak bizim stratejimiz nedir? İlk önce Azerbaycan'da ihtiyacı olan veya da olmayan hizmetlerin yaratılması veya da inkişaf edilmesi. Tabii ki ilk önce biz bunu müəyyənləşdiririk, bununla bağlı təbibə müraciət edirik. Tabii ki eğer bu da təbibin ümumi stratejisini üst-üste düşəndə bu yönde bize destek olur ve biz de bu yönde hizmetler yaratırıq ve yaxud da mövcud hizmetlerimizi inkişaf ediririk. Bugüne kadar gösterdiğimiz yeni açılan ister ürək cerrahi merkezi olsun, ister invaziv radyoloji merkezimiz olsun, daha sonra robotik təqdim olunan robotik reabilitasiya merkezi olsun, bütün bunlar bizim ümumi bir stratejinin tərkib hissələriydi ki, bunları çok uğurla hayata geçirdik. Artık birçoğu faaliyete başlayıp ben birçoğunda sadalamadım. Ve bizim en önemli problemlerden biri bilirsiniz ki indiye kadar Azerbaycan'da sadece tek merkez mevcuduydu. Sümükli transplantasiyasıyla bağlı olarak. Ve bu merkezde sadece 6 adet sümükli transplantasya otağı var. Yani sümükli transplantasya dediğimiz bir otaktan, bu otakta aparılan prosedürden ibarətdir. Çünkü bu otaqda xəstələr bəzən 3 ay, 6 ay yaşamaq məcburiyyətində qalırlar. Yəni bu köçürülmə prosesi əsasən məhz bu otaqdan başlayır. Bu da Azərbaycanda hal-hazırda 6 ədəd idi ki, bu da Azərbaycanın tələblərinə cavab vermirdi. Çünki biraz öncə hörmətli Vüqar müəllim qeyd elədi, 150-200'e yaxın hər il bu sümük illiyi köçürülməsinə ehtiyacı olan xəstələr vardı ki, məcburen bu insanlar ya devlet tarafından ya Heydər Əliyev fondu tarafından veya da diğer könüllü fondlar tarafından haricde müalicəsiyle təmin olunurdu. Ki bu da ilk növbədə Azərbaycandan ciddi bir valyuta çıxışına səbəb olurdu ve bundan başka da xəstələr orada kontrollarında ciddi problemler olurdu ve neticeler çok uğursuz olurdu. Ve bu konseptten biz yanaşıp böyle bir merkez kurulmasına karar verdik ve çok sağ olsun ki tabii bunu çok yüksek seviyede destekledi. Her yönden bizi destekledi. Bu merkezi nihayet biz kurup yaratabildik. O zaman böyle bir sual çıkır ki niye bugüne kadar bu yaratılmadı? Niye? Çünkü ilk önce bu diğer hizmetlerden farklı olarak çok büyük bir maliyet edebilen bir hizmettir. İster kurulması, ister infrastruktürü. İkinci en büyük problem, karşıda duran en büyük problem mütəxəssislərin azlığıdır. Bu sahada çalışan mütəxəssislərin yetersizliğiydi. Tabii ki bunun için de biz önceden planlı şekilde mütəxəssislərimizi xaricə gönderdik, onların yetişmesine destek oldu. Ve paralel olarak da bu merkez açılarsa destek alacağımız beynəlxalq bu sahada uğur kazanmış beynəlxalq şirketler, beynəlxalq xəstəxanalar var ki, onlarla danışıqlarımızı apardı. Ve en sonda da bir sümükli transplantasiyasına uğur kazanmanın esas mimarlarından biri o xəstəxananın ne kadar multidisipliner çalışma imkanlarının olmasıdır. Yani bir xəstəyə sümükli transplantasiya her şey məhz transplantasyadan sonra başlayır.
ki biz bir xəstədən sümük ili köçürdükdən sonra o xəstədə baş verən ciddi bir immunosüpresiya, o immunosüpresiyadan sonra xəstədə baş verən infeksiyon ağırlaşmaların menecmenti və yaxud da infeksiyadan qurtardıqsa köçürülmüş toxumalara bağlı yaranan immunoloji problemlərdən qaynaqlanan problemlərin həlli üçün yeterli immunologların olmazsa və yaxud da digər problemlər ortaya çıxırsa onların həlli, yəni bu hər xəstəxanada mümkün olmayan bir şeydir. Bunun üçün geniş bir multidisiplinar bir yanaşma mümkün olan bir xəstəxana olmalıdır. Təbii ki, artıq yeni klinikada bu səviyyəyə gəlib çatdığı üçün biz bunun mərkəzin açılmasını istəyində olduq və bir daha təşəkkür edirəm təbii ki, təbibə başrəvqar müəllimi olmaqla ki, bizi bu yöndə hər zaman dəstəklədilər. Bütün bu problemləri göz önünə almaqla, bütün bu maliyyə problemlərini göz önünə almaqla bizi dəstəklədilər. Hər zaman yanımızda oldular və məhz bunun nəticəsidir ki, bugün biz bu sümük ili transplantasiya mərkəzinin açılışına toplaşmışıq. Biraz önce ziyaret edildiniz, inzibati binamızın 15. mərtəbəsini tamamen bu işe ayrıldı. 1200 kvadrat sahəni əhatə edən 22 otaqdan ibarət olan sümük iliyi transplantoloji otaqları yaradıldı. Yəni bir anda deyək ki, Azərbaycanda mövcud 6 mərkəz bir anda artıq 28 sümük iliyi transplantoloji otağına keçdi. Təbii ki, her şey buradan aslında bu atılan birinci adımdır. Her şey bundan sonra başlayır. 3 ay müalicə olunub, sonra evə göndərilsin. Elə xəstələr ola bilər ki, 6 ay müddətində müalicə olunsun, sonra evə göndərilsin. Və bu dəqiqə onunla bağlı planlamamızı eləyirik və gələn nəvədən artıq sayılar bəlli olacaq ki, bizim gücümüz hansısa sayla ilk ildə bunu eləmək əlbəttə mümkün deyil. Etap-etap, yəni növbəti illərdə bu nəzərdə tutulur. Amma bilirsiniz ki, ölkəmizdə sümük transplantasiyalarının ehtiyacı olan uşaqların sayı həddən artıq çoxdur. Və ilk növbədə əlbəttə ki, bu növbədə olan və sümük transplantasiyalarına ehtiyac olan uşaqlarla başlanılacaq. Amma böyüklər də nəzərdə tutulur ki, bu şöbədə leykoz xəstəliyinə və digər onkoloji xəstəliklərdən, qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza da bu şöbədə xidmət göstərir. Donorlarla bağlı təkliflərimiz artıq müzakirəyə çıxarılır. Həm Milli Məclisin deputatları ilə müzakirəyə çıxarılır, həm də müvafiq qurumlarla ki, bu donor məsələsindədir. Çünki ölkədə yaşadığımız ən böyük problemlərdən biri əsasən sümük ili transplantasiyalarında bu donorun qohum olmaması problemidir və yaxud da ki, özündən özünə sümük ili transplantasiyanın mümkün olmamasıdır. Buna görə də digər ölkələrin donor bankları ilə də artıq müzakirələr gedir və bundan bağlı ciddi addımlar atılır. Və hədəfimiz odur ki, gələn il artıq biz az sayda olsa belə Dünya Bankının digər ölkələrin donor banklarından istifadə edir, əməliyyatları yeni klinikada icra edir və bu da ciddi bir irəliləyiş olacaq. Çünki bu sırada, bu növbədə gözləyən uşaqların və yaxud da böyüklərin siyasətində ciddi bir tələb var ki, donoru yoxdur, amma donor tapılmasına ehtiyac var. Bununla bağlı da işlər görülür. Bizdə hal-hazırda uyğunluq testlərinin həyata keçirilməsi üçün laboratoriyalarımızda hazırdır və onlarla bağlı da sadəcə bugünkü təqdimatda onları sizə göstərə bilmədik, çünki vaxt məhdudluğu var idi tərəfinizdən. Amma gələcək dönəmlərdə biz onları da göstərəcək. Artıq bütün Türkiyə demişkən alt yapısı hazırdır və sadəcə işin görülməsi qalıb, ondan bağlı da addımlar atılır. Yəni, gələn ortalarına yaxın artıq siz, artıq bizdə ölkəmizdə də digər donorlardan xəstəyə sümük ili transplantasiyanın olunduğunun şahidi olacaqlarımız. İnsult pasientlərdən gedirsə, təbibin yaxın və uzaq strateji planları var. İlk növbədə yeni klinikada insult mərkəzinin aplikasiyasını keçirtmək, bundan sonra artıq regionlarda da bu işi görmək və yeni robotik reabilitasiya mərkəzinin yaranması ilə əsasda bilir ki, biz burada bir məktəb, bir institut yaradaq. Çünki bilirsiniz, gəlin bir şey etiraf edək. Yəni, hər hansı bir texnika, hər hansı bir robotu alıb gətirmək asan. Əsas onu tətbiq etmək, onu həqiqətən tətbiq edəcək kadrlar yetişirmi? Bunun üçün əslində təbib bunu biraz gecikdirdi. Yəni, biz eyni şəkildə paralel olaraq kadrlarımızı hazırlayırdıq. Digər tərəfdən də bu işləri başlatmışdıq və bu günləri
demək olar ki, işin əsas, yəni yaxın planda sürətli, operativ olaraq müəyyən işləri görmüşük və dediyiniz xəstə çeşidləşməsinə gəldikdə isə bilirsiniz, biz xəstəxanalar arasında təbii tabeli müəssisələrdə koordinasiya qrupu vardır. Onlar pasientləri çeşidləyir və ixtisaslaşmış xəstəxanaya yönəldirlər. O şəkildə olacaqdır. Burada da stasionar olaraq insult mərkəzi vardır və biz pasiyentlər hər hansı bir dövlət xəstəxanasında varsa, o şəkildə qəbul edib reabilitasiyasına başlayacaqdır. Dünyada strok mərkəzi deyən bir qurum var və beynəlxalq strokla mübarizə edən beynəlxalq strok mərkəzinin yeni klinika tərəfindən artıq müraciət olunur ki, həmin mərkəzə, həmin quruma üzvlük məsələsi müzakirə olunur. Onların da nümayəndələri artıq bizim buradakı bu strok mərkəzi, insult mərkəzi qurulandır. Onlar bura səfər edirlər və bütün şəraitlə tanış olurlar. Və onların tövsiyəsi əsasında Bakı şəhərində və regionlarda anar mühəndis radioloq və Pərvin doktorun rəhbərliyi ilə insult keçirmiş şəxslərə 24 saat ərzində müdaxilə olunmalıdır. Bəli, belə bir proses var, amma o müdaxilə yalnız reabilitasiyada ibarət deyil. Yəni, müdaxilə ondan ibarətdir ki, orada trombolesis prosesini həyata keçirmək, ondan sonraki etaplara həyata keçirmək və Bakı şəhərində olan 5 klinikada səhv eləmirəmsə, onlar artıq bu xəstələri qəbul edib 24 saatlıq müdaxilənin müəyyən bir hissəsini orada həyata keçirmək üçün hazır prosesə cəlb olunur və 24 saat ərzində xəstə o klinikaya müraciət edəndə orada artıq prosedurlar bəllidir. Amma bu mərkəzin idarə olunması yeni klinika tərəfindən həyata keçiriləcək. O proses bitdikdən sonra xəstə reabilitasiya prosesini burada keçəcək və yenidən yatış üçün öz xəstəxanasına qaytarıla bilər və yaxud da ki, burada yer varsa, burada təmin olunacaq. Yəni, məqsədimiz odur ki, ölkəmizdə əvvəldə biz bu işlərə başlayanda da bildirmişdik ki, ölkəmizdə orta yaşlı müddətini artırmaqdan ibarət əsas hədəflərimiz 50-liyin və ölüm faizinin aşağı salınması. Yəni, insultdan, infarktdan, digər xəstəliklərdən dərhal reabilitasiya. Biz artıq yeni klinikada reanimasiyada yatan şəxsləri reabilitasiya icra edirik. Yəni, o yataq vəziyyətdə belə hərəkətlərini təmin edir ki, bu adamın sağalan dövrdə 21 günlük kurs müalicədən sonra öz ayağı nəticəsi edəcək. Yəni, bu ölkə tarixində olmayan bir hadisədir. Və ona görə də narahat olmayan, gələnin bunun canlı şahidi silsiləcəsi olacaqsınız. TV Sığorta Agentliyi tərəfindən xidmətlər zərfi hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiq olunub və xidmətlər zərfində fizioterapiya reabilitasiya xidmətləri nəzərdə tutulub, bəlli bir saydadır və il ərzində nəzərdə tutulub və hər pasiyentin müraciət etdiyi gündə ala biləcəyi tibbi xidmətin sayı da bəllidir və xidmətlər zərfində bu tam geniş şəkildə öz əksini tapır. Ola bilər ki, vətəndaşımız 30 prosedurdan və yaxud da 50 prosedurdan sonrasını artıq keçmək ehtiyacı yaranarsa, onun bir hissəsi sığorta tərəfindən qarşılanacaq, bir hissəsi isə ödənişli şəkildə həyata keçiriləcək. Cihazlarla bağlı qeyd edə bilərəm ki, deməli, Avropanın ən inkişaf edilmiş ölkələri İsveçrə, İtaliya, İspaniya, Niderland, çox sayıblar bu ölkələri, ondan çox ölkə var. Amerikanın cihazları var. Təxminən 15 ölkənin cihazları var ki, biz təəssüflər olsun biraz vaxt baxımdan çatdırmadıq. Biz lövhə hazırlayıb o mütəxəssislərlə bərabər bizim əməkdaşların burada təlimlərinin də bir lövhə hazırlayıb oradan asacağıq. Yəni, demək olar ki, bu mərkəzin ərsəyə gəlməsi müddətində 15-ə yaxın ölkənin nümayəndələri buraya gəlib təlim verilir. Bəs mütəxəssislər hansı ölkələrə göndərilir? Saydığım ölkələrə. Cihazlar elə bilir, cihazlar da eyni ölkənin mütəxəssisləri. Bəli, çünki hansı ölkə ki, o istehsal edib, distributordur və onlar da təlimlə və texniki dəstəyinə cavabdır.